Salam aleykum, her birinizi hoş gördük. Əziz və dəyərli izləyicilər, 10-cu sinif biyologiya genetika bölməsindən genetika və təkamül nəzəriyyəsi mövzusuna aid mövzunun sonunda Hardy-Weinberg qanunlarına əsasən 2 və 3 nömrəli məsələlərin izahına baxacaq. 2 nömrəli məsələyə əvvəlcə baxaq. İnsan populyasiyasında qonur gözlərin sayı 840, mavi gözlərin sayı isə 160'dır. Verilmiş populyasiyada heterozigotların sayını müəyyən edin. Qonur gözlər burada dominantdır, amma dəqiq bilmirik bunu. Mavi gözlər resessivdir. Kiçik a, kiçik a şəklində işarə edəcəyik biz bunu və sayı nəyə bərabərdir? 160'a. Biz nə edəcəyik? Burada ümumi fərd sayını tapmalıyıq. Yəni qonur gözlərlə mavi gözlərin sayını cəmləməliyik. 840 nəfər qonur gözlüdür, 160 nəfər mavi gözlüdür. 1000 nəfər olmuş oldu. Mavi gözlərin sayı 160 nəfərdirsə, 160 nəfəri ümumi fərd sayına bölməklə biz nə edəcəyik burada? Kiçik a geninin rast gəlmə tezliyini tapmış olacaq. Bu da 0,16 eləmiş olur. Və a geninin rast gəlmə tezliyini tapdıq 0,4. Və Hardy-Weinberg qanununda düstur vardı ki, böyük a kiçik a bərabərdir 1. Böyük a üzərindən kiçik a bərabərdir 1. Böyük a-nı biz tapmaq üçün üzərinə kiçik a-nın qiymətini əlavə edib 1-ə bərabər edəcək və böyük a-nın qiyməti 0,6 eləmiş olacaq. Bu populyasiyada heterozigotların sayını bizdən istəyirsə, biz nəyi tapmalıyıq? Böyük a, kiçik a bu formada. Heterozigotların sayını tapacağıq. 2 vurulsun 0,6 vurulsun 0,4. Bu da 0,48 eləmiş oldu. Faizə çevirsək, faizə çevirmək üçün ehtiyac yoxdur. Və 0,48'i biz ümumi fərd sayına vursaq, bərabərdir 480 nəfərdə nə oldu? Heterozigot oldu. Böyük a kiçik almış oldu. Bunun cavabını tapdıq. İndi keçək növbəti məsələyə. 3 nömrəli sualda Siçovul populyasiyasında 420'si boz rəngdədir, 80'i qara rəngdədir və resessiv formanın rast gəlmə tezliyi kiçik a ilə göstərilmişdir. Dominant formalar isə böyük a ilə işarə olunmuşdur və bizdə kiçik a-nın rast gəlmə tezliyini istəyir. Dominant formaların isə heterozigot fərdlərin faizini bizdən istəyir. Biz nə edəcəyik əvvəlcə? Boz qara siçovullar biz buradan məlum olur ki, bizdə resessivdir. Ona görə nə etməliyik? 80'i bölməliyik ümumi fərd sayına. Və bu kiçik a-ları biz tapmalıyıq. Buradan kiçik a bərabərdir 0,116, kiçik a-mız elədir 0,4. Və kiçik a-nın rast gəlmə tezliyini artıq tapdıq ki, 0,0,4 eləmiş oldu. İndi biz nə eləməliyik? Dominant formaların heterozigotların neçə faiz olduğunu tapmalıyıq. Ona görə nə edəcəyik? Böyük a üzərinə kiçik a bərabərdir 1 düsturundan istifadə edərək böyük a üzərinə gəlinsin 0,4 bərabərdir 1. Böyük a-nı da tapmış oluruq neçə? 0,6. Və heterozigot fərd bizdən istədiyindən 2 dənə böyük a kiçik a bərabərdir 2 vurulsun 0,6 vurulsun 0,4. Bu da bərabərdir 0,48 eləmiş oldu. Bunu faizə çevirsək biz 0,48'i 100'ə vururuq. Bərabər eləmiş olur neçə? 48 faizə. Deməli böyük a kiçik a-da rast gəlmə faizi, heterozigotların faizi, dominant formaların heterozigot faizi 48% olmuş oldu.